İbn Qeyyim rahimehullah güzel bir sözü var. Deyir ki: "Və kânel ata'u və sadaqatu ahabba şeyin ileyhi sallallahu aleyhi və səlləm." Deyir ki, sədəqə vermək və Allah yolunda xərcləmək Peyğəmbərimizə sallallahu aleyhi və səlləm ən sevimli olan şeyidir. Və kânə sururuhu və farahuhu bimə yu'tihi a'zama min sururil əxidi bimə ya'xuduhu. Deyir ki, o deyir verəndə, yəni alanın, yəni kimə ki, məsələn, nəsə verərlər, sədəqə verərlər və ya hədiyyə eləyərlər, o necə sevinər. Deyir, Peyğəmbər s.ə.v verəndə, xərcləyəndə, o kəsdən daha çox sevinərdi. Aydındır. Həqiqətən, müsəlman da elə olmalıdır. Çünki bilirsiniz ki, verən əl, alan əldən daha üstündür, daha xeyirlidir. Ona görə də insan sədəqə verəndə, Allah üçün nəsə xərcləyəndə gerək, yəni simicli ilə, qəlbinin daralması ilə yox, məhz Allah üçün sevinərək ki, Allah onu müvəffəq elədi bu əmələ və onun mükafatı böyük olacaq, gerək elə bir halda sədəqə versin.